Ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrinə deyəndə ki, qiyamət günü insanlar gələcəklər. Elə insanlar gələcəklər ki, onlar özləri əməl etmədiyi halda Allah onları bağışlayacaq. Sahabələr necə ki, biz dünyaya həris idiksə, onlar da axirətə həris idilər. Və bizim təbii ki, dünyaya olan hərisliyimizdən də artıq axirətə həris idilər. Və onlar dedilər, ya Rasulullah, nə demə? İnsan evində yatır, amma əməl yoxdur, amma Allah onu bağışlayır. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, qardaşlarının onlara etdikləri dualara görə. Sən evində yatırsan, hansısa qardaşın evində yatır, hər hansı bir ibadət üzərində deyil, hətta dünya ilə başını qatır, sən onun bağışlanması üçün dua edirsən. Və sənin etdiyin duanın səbəbi ilə də Allah onu bağışlayır. Bu gizlidir, qardaşlar. Bu gizlinin fəzilətini göstərir. İnsanın insana, çünki dua çox vaxt gizlində olur. Düz, hərdən aşkarda olanda fayda verir. Amma dua ümumən gizlində olur. Və duanın gizlində olması ixlası artan əməllərdəndir. Və ixlasa fayda verən əməllərdəndir. Və ən düşünüləsi yer bu hədisin içində ki, əgər Allah subhanahu wa ta'ala sənin duanla qardaşlarını bağışlayırsa, o demək ki, sənin səsin göylərdə eşidilir. O demək ki, artıq səndən qəbul olunur. Və sən də bağışlanarsan. Ona görə də müsəlman öz qardaşı üçün, öz dinində olan xüsusilə qardaşı üçün, orada nə qohumluq var, nə hər hansı bir nəslin, əcabətin, nə də orada hər hansı bir vəzifənin, heç nəyin rolu yoxdur. Yalnız da din, Allahın və Rasulun razılığı.